hər kəs bu dünyaya gəlir və bu dünyanın çətinliklərindən çox şikayət eləyirlər. Bu insanlara əvvəl gündən başa salmaq lazım idi ki, dünya imtihan meydanıdır. Allah Teala Qur'anda bu cür deyib: liyəbluvakum huvəllazi xalaqal hayata vel maut və ya xalaqal mauta vel hayat. Allah o Allah'dır ki, ölümü yarattı, hayatı, yaşamağı yarattı. Niye? Liyəbluvakum, sizi imtihan eləsin. Hələ görsün hansı biriniz yaxşı əməl sahibisiz. Əyyukum əhsanu əməla. Özü də yaxşı əməl yox ha, əhsən. Həsən yaxşıdır. Əhsən daha yaxşı. Allah Teala yaxşı yox, daha yaxşı əməlin sorağındadır. Fövqəladə bir dənə əməl eləyəsən. Məsələn, bir dənə dilənçi əl açdı sənə, ona 1 manat verdin. Buna nə deyirlər? Yaxşı əməl. Amma ən yaxşı əməl budur ki, heç o əl açmamışdan sən verəsən. Bunların fərqi var, bəli. Heç əl açmamışdan sən o pulu verdin ona. Buna ən yaxşı əməl. İnsan başa düşməlidir ki, dünya əzab, əziyyət yeridir. Əzab, əziyyət olmasa insan imtihan olunmaz. Biz nə axtarırıq? Bizim fikrimiz, zikrimiz ancaq uşaqlarımız bəxtəvər olsun. Bunun üçün ev tikim, onu inüstə salın, bunun üçün maşın alın və s. Əzizlər, nə qədər də çalışsınız, yenə də bu dünyada xoşbəxtliyi tapa bilməyəcəksiniz. Çünki burada o yoxdur. Bizim fikirləşdiyimiz xoşbəxtlik bu dünyada yoxdur. Bu dünyaya biz çətinlik üçün gəlmişik. Bir dənə imamların, peyğəmbərlərin, övliyaların həyatına baxın, onlar necə yaşayıblar. Nuh peyğəmbərin canın almağa gələndə Əzrail və ya Loğmanın dedi, gedək sənin evində canımı alın. Nuh peyğəmbər dedi, mənim evim var. Bax, evim yoxdur ki. Dedi, bə sən bu 1000 ildən çox yaşadın, bir ev tikmədin özüvə. Dedi, bir adamın dalıca ki, sən Əzrail düşəsən. Mən macal tapmadım, elə dedim, başlayaram gəlib mənə apararsan. Loğman belə Süleyman peyğəmbər kimi bir şah dünyada olmayıb. Cinlərin dilin bilib, divlərin, pərilərin, heyvanların, quşlarla danışıb bu adam. Qalə hudhud. Hudhud özü bir dənə quşdur. Gəlib danışır, bunu Quran xəbər verir. Süleyman peyğəmbər xalça ilə göydə uçur. Qarışqa o biri qarışqalara deyir ki, gəlin yuvalarınıza girin. Bu Qurandadır ya. İndi Süleyman peyğəmbərin qoşunu sizi ayaq altda saxlayıb sındırar. Öldürər yox ha, sındırar. Süleyman onu eşidir, gəlir qarışqaya deyir, qarışqa mən bir dənə qarışqanı da indiyə qədər ayağımın altında tapdamamışam, amma indi bu dəqiqə elə insan var, pula görə doğma qardaşın ayağının altına qoyur keçir. Vəzifəyə görə doğmasın ayağı, dədəsin ayağı altına qoyub keçir. Amma o kişiyə bax, mən bir dənə də qarışqa tapdamamışam. Qarışqa dedi, ya Süleyman, bilirəm tapdamamısan, sadəcə sənin şahlığıma baxıb, qarışqalar paxıllıq eləməsin deyə dedim, qoy girsinlər içəri. İnsanın nə qədər dünyəvi məlumatı çox olsa, o qədər də tamahı iti olacaq. İndi bugün hər nə var, gəl bu bəşərin tamahını saxla. Elə hamı deyir, kimi alladım, gedim mən də bir dənə villa tikeyim. Aldatmaqla sən ucalmaq istəyirsənsə, bunun bəlası böyük olacaq. Çünki aldatmaqla, yalanla, böhtanla, haramla kim hara gedə bilir ki?
Bəşər bunu düşünə bilmir. Onu da deyim sizə. İndi bunu Qur'an yazıb da, qarışqa deyir ki, Süleyman Peyğəmbərin qoşunu sizi ayaq altında qoyub sındırar. Sındırar nədir? Axır neçə illərdən sonra alimlər tapdı ki, qarışqanın canı şüşədən imiş, sınan imiş. O vaxtı Qur'an bunu hardan bilib? Allah'ın kəlamıdır. Milyardlarla belə sirlər var. Ki sizə bu xoş gələcək, bu Allah'ın kəlamıdır. Və ya da mən qardaşlarla danışanda buna ucuz baxmaq lazım deyil. Bir halda ki Allah üçün ağır nə ola bilər? Bu boyda kainat yaradıb. Bugünkü günün alimləri deyirlər ki, kainatda 200 milyarddan 300 milyarda qədər səyyarə var, ulduz var, hər biri bir günəş boyda. Nə boyda bu kainat yaradır? Əzizim, çünki güclü budur yaradır. O da durub bir dənə bu yeşikdən yaratsaydı, nə Allah oldu ki? Güclü, güclünün gücü onun əsərində bilinər. 200 milyarddan 300 milyarda qədər